Hər birinə salam, əziz futbol hazırçıları. Bugün Rangers və Neftçi qarşılaşması olacaq. Bugün çox maraqlı bir görüş olacaq və gəlin oyunun sastavlarına baxaq. Rangers komandasında Zeyd, Yusif və Hüseyin. Neftçi komandasında isə İbrahim, Hüseyin və İsi. Qarşılamağın başlamasına az qalıb və burada hakim kapitanları çağırıb deyir və burada atıb kim qazandı və burada Zeyd seçir. Zeyd topu seçir və İbrahim də 11 qapını seçir. Komandalar öz yerini aldı və start fişini gözləyir komandalar və çox maraqlı qarşılaşma olacaq bu gün və Zeyd öz oyuncularını çağırır, nəsə deyir orada və oyunun başlamağını gözləyirik. Zeyd topu qarşılamaya başladı oyun. İbrahim sıxır burada. Zeyddən Hüseynə ötürmək, Hüseyndən Yusifə və Yusifə ötürməsi alınmır, amma Zeyd burada topu götürdü. Zeyd rəqibini aldadır rəqibini Zeyd, amma orada ona mane olur. Qapıcı Hüseyin. Top qapıcı Hüseyndədir. Hüseyin möhkəm vurur qabağa. Və burada Yusif təkbədəyə gedə bilərmi? Yox. Hüseyin, qapıcı Hüseyin yaxşı oynadı burada. Zeydin də out başlayacaq və çox qəşəng hava var, əsl futbol havası və Zeyd out başladı Yusifə. Yusif düşünür neynəsin? Yusif düşünür, Zeydə baxdı, Zeydi gördü, amma Zeyd sürüşdü Zeyd. Çox sürüşdü Zeyd və burada İbrahim tərpətəyə gedir. İbrahim və qol! Nə zərbə idi! Çox yaxın idi, amma bir qədər təəssüf alınmadı. Kornerdir. Görmədim orada. Kornerdir o. Bizim kornerdir və bəli kornerdir. Və burada İsi gedir korner başlamağa. Müdafiədə diqqətlidir. Rangers komandası daha doğrusu. İbrahim zərbə amma Yusif çıxardır topu. Yaxşı oynadı burada Yusif. Yoldaş hakim korner göstərir. Daha doğru, korner, bəli, out daha doğrusu. Və burada qapıcı çıxartdı və Zeyd təkbətəyə gedə bilər Zeyd burada. Zeyd təkbətəyə gedir. Zeyd, nə var burada Zeyd, Yusif'i görür Zeyd, amma qapıcı anladır. Zeyd Yusif'i görəcəkmi? Yusif'i ötürməsi və qapıcı tutur və gol! Hesab açılır. Rangers 1, Neftçi 1. Daha doğrusu Rangers 1, Neftçi 0. Əla qarşılaşmadır uşaqlar və 1-0 Rangers komandası öndədir. Qapılar indi dəyişilir. Qapıya Zeyd getdi. Hüseyin çıxır oyuna. Və burada İsi başlayacaq oyuna topu və başladı. Topu İbrahimdə. İbrahim irəliləyir. İbrahim və gol! İbrahim hesabı bərabərləşdirir. Çox maraqlı qarşılaşmadır. 1-1. Çox gözəl gol idi. Çox gözəl an. Hər şey düz elədi burada İbrahim və gol. Gol. Və burada Hüseyin dabanı ilə başladı, amma bir qədər yanlış oynayır və İbrahim və gol. Comeback'a baxın. 2-1. Zeyd burada Hüseynə etirazlarını bildirir. Və burada Neftçi çox sevinir. Neftçi 2, Rangers 1. Golun müəllifi İbrahimdir. Və burada Yusif topu başlayacaq indi. Yusif başladı. Hüseyin də qapıya getdi uşaqlar. Zeyd burada aldadı rəqibini, amma top çıxmadı. Oynayır Zeyd burada. Zeyd rəqibi anlatmaya çalışır. Burada Yusif'i görməlidir. Yusif'i görmədi, yox, Zeyd Yusif'i gördü. Yusif deyəcək burada. Dirək yol çıxdıydı. Qapıdan zərbə, bəli. Burada Hüseyin topu oyuna daxil edəcək. Hüseyin və bir qədər yanlış, bir qədər bərk oynadı. Topu ünvanına çarpmadı. İndi Rangers komandası altdan topu başlayacaq. Zeyddən Yusifə ötürmə. Top keçəcəkmi? Amma çox təhlükəli oyun idi bu. Biraz yavaş oyna Yusif. Çox təhlükəli idi o. Və hakim deyir ki, cərimədir. Sarı kart da göstərdi Yusifə. Çox təhlükəli oyun idi.
Yani burada isi topun karşısındadır. İsi ne edecek burada? Ve hakim orada gözləyir və indi isi topu oyuna dahil edir və qapıcı Hüseyin ötürdü. Qapıcı əlinə götürür topu. Zeydin etirazları var ama Hüseyin vurur qabağa və yenə də top ünvanına çatmır. Bir qədər yanlış oynayır burada Hüseyin. Çok yanlış və burada Zeyd ne inəcək burada Zeyd? Zeyd əla keçdi rəqibini. Zeyd ilerləyir. Zeyd çəkdi qabağına. Yusif və qapıcı Hüseyin. Əla oynayır burada Yusif, qapıcı Hüseyin daha doğrusu. Və burada yenə Zeyd. Nə qaracaq Zeyd burada? Zeyd rəqibini aldatmaya çalışır. Zeyd nə qaracaq burada və top çıxmadı. O axıra kimi oynayır Zeyd və burada İsiyə yox, daha yanlış oynadı burada Zeyd və çox ehtiyatlı oynaydı o. Daha doğrusu çox təhlükəli oynaydı və Hüseyin, qapıcı Hüseyin topu götürür. Qeyd edim ki, hər şey qapıcıların da adı Hüseyindir və Hüseyin burada vurur qabağa. Cərmədir orada, bəli cərmə idi. Topu İsi oyuna dahil edəcək topu. Və İsi topu dahil etdi İbrahim. İbrahimlə necə burada? İbrahimlə İsi ötürmə. İsi nə qaracaq burada İsi? Çox təhlükəli hücum və İbrahim ötürməsi. İbrahim dirək. O qapdan zərbə daha doğrusu. Üzürsən, qapdan zərbə. Hüseyin Zeyd ötürdü. Zeyd keçir rəqibini Zeyd. Zeyd rəqibini keçir. Zeyddən Yusuf ötürmə. Yusuf nə edəcək burada Yusuf? Zeydi yenə ötürmə elədi. Zeyd ama qapıcı Hüseyin. O oynayır qapıcı. Çox yaxşı oynayır qapıcı Hüseyin. Və Zeyddən Çersibə vurmaq istəyirdi Zeyd və amma alınmadı. İndi İbrahimə əla oturma var burada. İbrahim nə edəcək burada? İbrahim və qapıcı Hüseyin barmağın ucuyla bu topu çıxardır. Çox qəşəng qurtarış idi məncə. İndi korner olacaq. Qeyd edim ki, oyunun 7-ci dəqiqəsi gedir. 8-ci dəqiqəsinə gedirik. Və burada İsi düşünür burada. İsi nə edəcək burada İsi? İsi verdi İbrahimə. Zeyd orada pressing edir. Amma bir dəfədə korner olacaq. Top Zeydə dəydi. Korner bu dəfə İbrahim başlayacaq, səhv eləmirəmsə və bəli, elə də oldu. İbrahimdən İsiyə ötürmək. İsi nə edəcək burada? İsi Zeydi keçəmədi. Zeyd top Zeyddə. Zeyd İbrahim keçməyə çalışdı, amma Yusifdə top indi. Top Yusifdə. Yusifdən bir qədər Zeydi ötürmə. Zeyd burada topu tutan bilmədi. Və burada İbrahim. Nə edəcək İbrahim və geriyə ötürmə. Hüseyinə ötürmə. Hüseyin indi qabağa vurmaq istəyir. Elə də etdi. Vurdu qabağa, amma top Zeyddə. Kəllə ilə oynayır burada Zeyd. Top Yusifə gələcəkmi? Yox. Yusif doğru oynayamadı orada və out. Yox, out deyil. Yusif keçməyə çalışır İbrahim'in burada Yusif, amma cərmə idi o. Bəli, cərmə idi. Biraz ehtiyatlı oyna İbrahim. Nəysə, Yusifdən oturma var burada və Zeyd. Yoldaş hakim qabağı kəsdi, amma Zeyd orada vuramadı. Vura bilmədi orada. Çox qəşəng bir fürsət idi, amma bundan yararlana bilmədi Zeyd. Oyunun 9-cu dəqiqəsidir artıq və Hüseyin nə edir burada Hüseyin? O nə outdur? Elə out olmur. Bəli, indi Neftçi komandası topu oyuna dahil edəcək. Out düz deyil idi. İsi topu oyuna dahil edir. Və bir qədər yanlış ötürmə və Zeyd burada sürət yığır Zeyd, amma İbrahim topda birincidir. O əlini korobkadan qıraqda tutdu və sərbəst cərmədir bu. Sərbəst cərmə, bəli, sərbəst cərmə. Zeyd topun qarşısında. Yusif gəlir köməyə. Və burada Zeyd nə qaradaq burada. Nə inəcək Zeyd burada? Hüseyin gəldi köməyə.
Yusif də, Hüseyin də buradadır. İkisi də buradadır. Qapı boşdur. Və top Zeyd'dədir. Zeyd qapıya vurmaq istəyir. O, gol! Gol idi dostlar. Elə bildim dirəkdədir, amma gol. Yoldaş hakim deyir ki, goldur. Gol! 2-2 olur hesab. Ümumi hesab 2-2 və Zeyd burada qapıya gedir. Hesab 2-2'dir. Və İsi oyunu dahil etdi topu və Hüseyin əla götürür topu, amma out deyil. Hüseyin ilerləyir, amma İbrahim orada yaxşı oynayır. Qapıcı topu əlinə götürür. Qapıcı Hüseyin nə edəcək burada? Vurur həmişə kimi qabağa və burada Yusif götürür birincini. Yusif ilerləyir. Nə qalacaq burada Yusif? Yusif aldatmaya çalışır, amma keçənmədi İsini. İsi orada pressing edir. Alınmır. Yusif'dən geri ötürmə, amma İbrahim götürür bu topu. Zeyd orada pressing etdi, amma qapı boş idi. Və indi qapıdan zərbə olacaq, səhv eləmirəmsə. Bəli, qapıdan zərbə. Qapıdan zərbə kornerdir, yoxsa qapıdan zərbə? Qapıdan zərbə, bəli, qapıdan zərbə. Zeyd burada İbrahim keçməyə çalışır, amma İbrahim topu götürdü. İbrahim qapıya vurur, amma bir qədər dəqiq alınmır. Oyunun 12-ci dəqiqəsi gedir. Ayıb qolu. Yusif. Hüseyində top. Top Hüseyində. Hüseyin necə burada Hüseyin? Toplandı Hüseyin. Hüseyin toplandı. Hüseyin zərbəsi, amma bir qədər topdan qırağa getdi. Və burada indi birinci hissə qurtarmasına az qalıb, sayılı dəqiqələr. Neyse, İbrahim. Burada İbrahim toplandı. Qapı. Zeyd. İbrahim döyüldü və Zeyd yaxşı oynayır burada Zeyd. Sevinir də Zeyd. Və burada indi İbrahim korneri yetirəcək. Və bəli, İsidə top indi. İbrahimə İsiyə ötürdü. İsi keçməyə çalışır Hüseyin, amma Hüseyin orada yaxşı oynadı. İsi deyir ki, cəlmədə, amma axıra kim oynayır. Və orada birinci time qutardı, bəli. Yoldaş hakim dedi ki, birinci hissə qutardım və 2-2 bitdi. Yusif burada yıxılıb yerə. Bəli, yıxılıb. Və qalxdı. Birinci hissə qutarmadı. Lütfen səhv baxdım. Daha doğrusu birinci hissə qutarıb, ikinci hissənin qutarmasına az qalıb və burada İbrahim ilə Hüseyin davası var orada deyəsən. Çox bir-birinə əsəbidirlər. İsi orada nəsə deyir İsi. İsinin də etirazları var. İkinci hissədə böyle qutarır dostlar. Eğer bu oyun sizin hoşunuza gəldisə, like atıb abunə olmağı unutmayın və növbəti oyunlarda görüşməyədək. Sağ olun, salamat qalın.